daha vacib bir qaydayla yenidən qarşınızdayım. Baxırıq. Hansı cümlələrdə yalnız tabiçilik əlaqəsi var, hansı cümlələrdə yalnız tabilik əlaqəsi var. Bu tipdə çoxlu testlər var və mütləq 11-ci sinifdə sizin xüsusən də 3-cü qrupların blok imtahanında bu dərinlik sizi gözləyəcək. Baxırıq. Biz demişik ki, istənilən cümlədə %90 hallarda demişəm tabilik əlaqəsi götürün getsin. Amma məqam odur ki, bəzən uzun bir cümlə ola bilər, amma orada konkret olaraq tabilik əlaqəsindən söhbət gedə bilməz. Baxırıq. Arif, sıxılma, ürəkli ol. Bizim baxırıq ki, bu cümlədə konkret olaraq xəbərlər həmcinsdir. Amma mənim daha bir ikinci dərəcəli üzvüm varmı bu cümlədə? Nə mübtədəm var, nə tamamlığım, nə zərfliyim, heç nə yoxdur. Deməli, bu cümlədə yalnız tabiçilik əlaqəsi var, çünki xəbərlərim həmcinsdir. Baxıram ikinci cümləyə, kömək etdik, arxa dayaq olduq, ancaq başa düşmədi. Kömək edəndə mənəm, bizi, arxa dayaq olanda bizi. Baxın, konkret olaraq ikinci cümlənin birinci tərəfində tabiçilik əlaqəsi var. Çünki burada da dediyim kimi ikinci bir əsas nitq hissəm yoxdur. Ancaq başa düşmədi. İkinci tərəfimin də mübtədasını özüm bərpa edə bilirəm ki, o başa düşmədi. Yenə də orada tabilik əlaqəmin göstəricisi yoxdur. Çünki o cümlədə də yalnız bir dənə xəbər var və tabilik əlaqəsinin göstəriciləri var. Xəbərli şəkilçisindən istifadə oluna bilər o cümlədə. Mənsubiyyət və ya hal olmalıdır. Və yaxud da ki, mütləq mübtədə olmalıdır. Yəni, ikinci dərəcəli üzv yoxdursa, mübtədə olmalıdır. Deməli, ikinci cümləmdə mənim mübtədamdan da istifadə olunmayıb. Yalnız xəbərlərim həmcinsdir. İkinci dərəcəli üzvüm də yoxdur. Deməli, mən içini yalnız tabiçilik əlaqəsi hesab edə bilərəm. Baxırıq 3-ə. Kömək etdik, arxa dayaq olduq, ancaq o başa düşmədi. Əla, birinci tərəfimdə mənim tabiçilik əlaqəm yenə var, amma ikinci tərəfimdə o var. Mübtəda. Çünki mübtəda olan cümlədə konkret tabilik əlaqəsi var deməkdir. Çünki orada uzlaşma əlaqəsi olur. Deməli, mən 3-də deyirəm ki, həm tabiçizlik, həm də tabilik əlaqəsindən istifadə olunub 2-dən fərqli olaraq. Baxırıq 4-ə. Şagird olmaq, part arxasında oturmaq istərdim. İstəyən kimdir? Mənəm. Bəli, mübtədəm yoxdur. Nə olsun, şəxs sonluğum var. Amma mən bura deyə bilmərəm ki, yəni mən istərdim olsa, bu cümlədə bəli, deyərdi ki, tabilik əlaqəsindən istifadə olunub. Amma istərdim cümləsində mübtədəm yoxdur, eynən 2-dəki cümlə kimi. Amma nəyi istəyirəm? Şagird olmağı, part arxasında oturmağı. Həmcins tamamlıqlarım varmı? Deməli, ikinci dərəcəli bir üzvüm var. Konkret olaraq 4-cü cümləmizdə də həm tabiçizlik, həm də tabilik əlaqəsindən istifadə olunubdur. Baxırıq. Biz belə deyək, 5-ci nümunəyə. Tənbəl və ya işgüzar olduğunu bilməsək də ona güvənirik. Mənim bu cümləm konkret mənə deyir ki, mənim burada sahəsə var göstəricim. Deməli, mən tabeli mürəkkəb cümləyəm. Şərt, belə deyək, şərt bağlayıcısından istifadə olunmasa da biz konkret bilirik ki, bu şərt budaq cümləsidir. Və baxaq görək, burada həmcinslik varmı? Sanki tənbəl və ya işgüzar oxşuyur, amma mən görürəm ki, burada mənim şəkilçim var, dığı. Yəni, bu feili sifət şəkilçisidirsə, deməli, bunlar bu dığı şəkilçisinin tərkib hissəsi hesabı olunur. Və həmcinslikdən qətiyyən istifadə oluna bilməz. Konkret olaraq tənbəl və ya işgüzar olduğunu bilmək tərkibin içərisidir və bu cümlədə yalnız tabilik əlaqəsi var. İkinci tərəfində də həmçinin sadalanmam yoxdur və yaxud da ki, ikinci bir cümləmdə gəlmir. Pəncərələri, qapıları sınmış gördük. Görən yenə mənə bizik. Mübtədam bu cümlənin daxilində yoxdur. Necə görmüsən, pəncərələri və qapıları sınmış. İkinci dərəcəli bir üzvümdən istifadə olunub. Deməli, bu cümlədə də bu sınmış feili bağlamasının tərkibindədir. Bu cümlənin də mübtədası, daha doğrusu sadalama olmadığı üçün, yəni həmcinslik yoxdur və sadə cümlə olduğu üçün burada da yalnız tabilik əlaqəsindən biz danışa bilərik. Çünki tabiçizlik əlaqəsinin göstəricisi burada yoxdur. Nə həmcinslik var, nə də ikinci bir tabiçiz mürəkkəb cümlə. Konkret olaraq bizdən şərtdə soruşdu ki, hansı cümlədə yalnız tabiçizlik əlaqəsi var? Biz onu birinci nümunə üçün götürdük, bir də ikinci nümunə üçün. Üçüncü nümunədə həm tabiçizlik, həm tabilik oldu. 4-də də həmçinin, 5-ci cümlədə yalnız tabilik, 6-da da həmçinin yalnız tabilik əlaqəsindən istifadə olunmuş oldu. Diqqətli oluruq. Tabilik əlaqəsinin göstəriciləri deyəndə mütləq biz orada mübtədə axtarmalıyıq. Təbii ki, mübtədə olmayan cümlələrdə də şəxs sonluğu axtarmalısınız. Xəbər olmalıdır və xəbərlə yanaşı ikinci dərəcəli bir üzvün olmağı mütləqdir və yaxud da ki, mənsubiyyət şəkilçisi və ya hal şəkilçisi qəbul edən sözlər tabilik əlaqəmin göstəricisi sayılır. Bu qədər.